20 sentyabr 2025-ci il bir xəbəri diqqətinizə çatdırıram. Burada üstəgəl işarəsini görürsünüz. Bir dəfə vurun, kanalı takip edin. Xəbər verdiyimiz kimi, dəyərli izləyicilər, SOCAR-ın investisiyalar və marketinq üzrə vitse-prezidentinin sabiq müavini Adnan Əhmədzadə Azərbaycanda həbs olunub. Məlumatı məsələdən xəbərdar olan bir neçə mənbə təsdiqləyib. Statinfo Musavat.com istinadən uzun illər dövlət sektorunda və biznes sahəsində fəaliyyət göstərmiş Adnan Əhmədzadənin həyat və karyerasına nəzər salır. Adnan Əhmədzadə kimdir? Adnan Azəroğlu Əhmədzadə 24 yanvar 1978-ci ildə Bakıda anadan olub. 2023-cü ildə Abda Invest Holdingin təsisçisi və idarə heyətinin sədridir. Holding inşaat, logistika və daşınma həlləri, kənd təsərrüfatı, supermarket şəbəkələri və kino sahələrində fəaliyyət göstərən şirkətləri birləşdirir. Təhsilinə nəzər saldıqda Adnan Əhmədzadə 98-ci ildə Azərbaycan Respublikasının prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasını, 2000-ci ildə isə Qərb Universitetinin magistr pilləsini bitirib. Karyerası 98-2005-ci illərdə SOCAR-ın xarici iqtisadi əlaqələr idarəsində çalışıb. 2005-2006-cı illərdə Azərtrans MMC-nin baş direktoru olub. Sosial fəaliyyəti Adnan Əhmədzadə 2023-cü ildən Azərbaycan Koşiki Karate-Do Federasiyasının fəxri prezidenti vəzifəsini icra edir. 4 övladı var. Maraqlı məqamlardan biri onun dünyaca məşhur futbolçu Lionel Messi ilə ailəvi dostluq əlaqələrinə malik olmasıdır. O, Messinin Azərbaycana səfərinin təşkilində mühüm rol oynayıb. Bundan əlavə, Əhmədzadə Ronaldinho və Barcelona klubunun prezidenti Juan Laportanın Bakı səfərlərini də təşkil edib.